Salam dəyərli izləyicilər. Bu günləri ən çox xanımların verdiyi sualların cavabını sizə vermək istəyirəm. Daha çox xanımlar istifadə etdikdən sonra ankastor sobalarda hər hansı bir şirniyyatı, hər hansı bir yeməyi bişirdikdən sonra sobaların hələ də işləməsini, sobalarda gələn səsləri sual verirlər ki, biz işlərimizi görüb bitirmişik, proqramı falan söndürmüşük, amma yenə də sobadan hər hansı bir səs gəlir, yəni sobada motor işləmə səsi eşidilir. Bunun nədən ola bilər, bu xarabdırmı falan kimi suallar verirlər. Bunun əsas səbəbi nədir? Mən sizə izah edeyim. Bu ankastor sobalar göründüyü kimi mebel içinə quraşdırılma sobalardır. O sobalarda da mebel içinə quraşdırıldığına görə bunların özünün içində soyutma rejimi var. Yəni belə deyək, siz hər hansı bir şirniyyatı bişirdikdən sonra sobanın içində 280 dərəcədə, 250 dərəcədə istilik yaradıb hər hansı bir şirniyyatı bişirirsinizsə və ya yeməyi bişirirsinizsə, o istilik orada yəni bu qapağı açıb qoyub istiliyi çıxartmaq əvəzinə həmin o sobalarda özünün içərisində özünü soyutma deyə bir rejim var. Yəni siz ola bilsin ki, bişirdiyiniz şirniyyatın, yeməyin dəqiqəsindən asılı olaraq ola bilər o 10 dəqiqə işləyə bilər öz-özünü soyutma rejimi. Ola bilər ki, o 1 saat işləyə bilər. Yəni o normal bir şeydir. Yəni o barədə qətiyyən narahat olmayın. Əslində onu həmin zaman bəzi müştərilər tokdan çıxardırlar, bəzi insanlar ümumi işığı ayırırlar ki, nəsə bunda bir problem var. Əksinə onu etmək olmaz. O həm soba üçün bir problemlidir, sobada mexanizmdə zədə verə bilər o istilik nəticəsində və ya ikinci bir səbəb isə ümumi mebelinizdə istilikdən zədələnmə, yanma kimi bir hadisələr baş verə bilər. Ona görə bunlara diqqət etmək lazımdır və onun işləməsi çox normal haldır. Yəni o barədə qəti narahat olmayın.